Türkiyənin nəhəng müdafiə sənayesi şirkəti Aselsan Saha 2026 çərçivəsində İstanbulda yeni nəsil müdafiə hərbi texnologiyalarını nümayiş elətdirir. Mən də həmin təqdimatdayım. Gəlin baxaq görək burada maraqlı hansı texnologiyalar nümayiş olunacaq. Sərgi çərçivəsində Aselsan iki yeni sistem təqdim elədi: Qılıç və Tufan. Hər ikisi kamikadze tipli pilotsuz vasitələrdir, amma biri su altında, digəri suyun üzərində fəaliyyət göstərir. Qılıç sualtı bir platformadır. Bu deməkdir ki, düşmənə görünmədən radar və vizual sistemlərdən yayınaraq hədəfə yaxınlaşa bilir və zərbəni ən gözlənilməz anda endirir. Tufan isə suüstü kamikadze vasitəsidir. Yüksək sürət, uzaqdan idarə etmə və birbaşa hədəfə fokuslanmaq, xüsusilə də dənizdə hərbi obyektlər və gəmilər üçün ciddi risk yaradacaq. Ən kritik məqam isə budur ki, bu texnologiyalar insan iştirakını minimuma endirir, amma zərbə dəqiqliyini maksimuma çıxarırlar. Bu arada Aselsan Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biridir və NATO standartlarına uyğun texnologiyalar inkişaf elətdirir. Şirkət əsasən hərbi elektronika sahəsində fəaliyyət göstərir və müasir müdafiə sənayesinin beyin hissəsini, yəni rabitə, radar, sensor və idarəetmə sistemlərini quraraq meydanda texnoloji üstünlük yaradır. Yəni Aselsan ən son texnologiyaların tətbiqi ilə müdafiə sənayesi məhsullarını tamamilə başqa bir səviyyəyə qaldırır.